ki, ilk olaraq biz bağlantını əldə etməmişdən əvvəl buradan başlayaq. Xanlar müəllim, bugün bizim yanımızda olduğunuz üçün təşəkkür edirik Dövlət İmtahan Mərkəzi olaraq və müzakirələrə keçməzdən əvvəl bir məsələ var ki, bu 2 gün əvvəl bir çox, belə deyək, tələbənin ciddi şəkildə narahatlığına səbəb oldu. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistratura qəbul imtahanları ilə bağlı xeyli sayda gecikənlər oldu və Dövlət İmtahan Mərkəzi çoxsaylı müraciətləri nəzərə alaraq onlara bir güzəştə getdi. Bir nəzərə alındı. İstərdim bu haqda qısa olaraq məlumat verəsiniz, çünki hələ də bu haqda məlumatı olmayan tələbələr ola bilər. Verilişiniz də xeyirli olsun, mən uğurlar arzulayıram. Ayın 17-sində olan imtahanla bağlı əlbəttə biz açıqlama məlumat vermişik ki, bu imtahanda müəyyən biz gecikmələr oldu. Ona görə də iyun ayının 14-də yeni bir imtahan, yeni bir cəhd biz təşkil edəcəyik bakalavrlar üçün. Əslində imtahan gününün özündə də biz müəyyən bir güzəştlər tətbiq elədik. 9:45-də imtahana buraxılış rejimi başa çatsa da biz 15 dəqiqə şərait yaratmışdıq. Sonradan biz müraciətləri nəzərə aldıq, imtahan qərargahına verilən məlumatları daha 15 dəqiqə biz vaxtı uzatmışdıq. 10-15-ə qədər icazə vermişdik ki, bakalavrlar imtahan binasına buraxılsınlar. Ancaq yenə də bizdə ümumiyyətlə proqram təminatı ilə izləmək olur ki, nə qədər adam faktiki olaraq qeydiyyatdan keçib imtahana gəlibdir. Zallarda doluluq göstəricisi 80-90%-ə çatmışdı və ona görə də sonradan bu protokollar hamısı təhlil olundu və belə bir qərar verildi ki, ümumiyyətlə ayın 17-sində, bax bu da elə suallar doğurur. Bəziləri istəyirlər ki, daha dəqiq bilsinlər onun o detallarını ki, ayın 17-sində kim imtahana yazılmışdısa, imtahana buraxılış vərəqəsi çıxartmışdısa, onlara icazə verilir ki, iyun ayının 14-də keçirilən imtahanda iştirak eləsinlər. Yəni burada gecikənləri gecikənlərə şamil olunmur, diqqətli olaq bu məsələdə. Gecikənlər ümumiyyətlə kim imtahanda iştirak eləməyibsə, hətta o məqamı da mən diqqətə çatdırmaq istəyirəm ki, imtahanda iştirak eləməyibsə, o gecikibdir, gələ bilməyibdir, onlar üçün ödənişsiz formada olacaqdır, hansısa bir ödəniş eləmirlər. Amma digərləri isə, digər bakalavrlar istədikləri təqdirdə, bilirsiniz, bunu bir şans kimi dəyərləndirmək lazımdır. Belə deyək, halbuki az əvvəl vurguladınız ki, kifayət qədər güzəştlər olunub, amma bunlara baxmayaraq son anda yenə də güzəşt olunur ki, söhbət əgər təhsildən gedirsə, söhbət gənclərin motivasiyasının düşməməsindən, pessimistliyə qapılmamasından gedirsə, əlinizdən gələn bütün şəraiti, öhdənizə düşən bütün şəraiti yaradırsınız bir sabah qeydiyyat başlayacaqdır, ayın 21-dən 23-nə qədər olan müddətdə kim ki, yenidən imtahanda iştirak eləmək istəyir, onlar Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər ki, imtahana gələ bilsinlər və həmin imtahan üçün buraxılış vərəqəsi ayrıcı olaraq mərkəzin saytında qoyulacaqdır. Bu magistraturaya üzrə qəbul imtahanının ikinci mərhələsi idi. Yox, magistraturaya qəbul imtahanı bir mərhələdə keçirilir. Sadəcə olaraq cəhdlər var. Məsəl üçün, fevral ayının 15-də biz ilk cəhdi keçirmişdik, mayın 17-sində ikinci cəhd. İkinci cəhdin bu təkrarı kimi biz onu qiymətləndirə bilərik. Amma belə faktiki olaraq 3 dəfə ola bilsin ki, kimsə bu şansdan istifadə elədi və burada da ən yüksək topladığı bal müsabiqə zamanı nəzərə alınır. Yəni, siz ola bilsin ki, ikisində və yaxud hər üçündə iştirak eləmişsiniz, hansında daha çox bal toplamısınızsa, müsabiqə şərtlərini ödəyirsə, o nəticə ilə ixtisaslaşma seçimində iştirak edə biləcəksiniz. Mayın 21-dən 23-nə qədər. Bir məqam var, elə yaxşı oldu ora Xanar müəllim toxundu. Deməli, bugün həmin qərardan sonra, daha doğrusu TikTokda bir xüsusi canlanma yarandı və qərarı düzgün şərh eləməyənlər oldu. Və mən istəyirəm, həm rəsmi nümayəndənin burada olmasına istifadə edirəm, həm böyük bir efirdən istifadə edərək məlumat üçün bildirim ki, deməli, indi də Xanar müəllim dediyindən belə məlum oldu ki, o şəxslər ki, narazı idilər, narahat idilər ki, ikinci cəhdə imtahana girib yaxşı nəticə göstərməyə bilər hansısa səbəbdən, onda onun birinci cəhdi nəzərə alınacaqmı? Yəni, topladığı yüksək bal nəzərə alınacaqmı? Ən yüksək nədirsə, ləğv də olunmur. Bəziləri hətta yazırdılar ki, biz ayın 14-də olan imtahana qatılsaq, bizim 17-sində olan imtahanımızın nəticəsi ləğv olunacaqmı? Yox, ləğv olunmur. Burada qəbul qaydaları bizə ona imkan verir ki, ən yüksək nəticə hansıdırsa, onu götürək və onun əsasında müsabiqədə onlar iştirak etsinlər. Hazırda verilişimizi izləyən abituriyentlər deməli diqqətlə dinləsinlər. Mayın 21-dən 23-nə qədər bakalavrlar, yəni bunlar artıq bakalavrlardır. Bəli, 21-dən 23-nə qədər Dövlət İmtahan Mərkəzinin saytında elektron qaydada qeydiyyat açılacaqdır və onlar qeydiyyatdan keçə bilərlər. İstəyirsə bəli. Bir də xüsusi qeyd etmək lazımdır. Burada ancaq söhbət gedir
Abşeron, Xırdalan və Yox, Bakı yox. şəhərində olan. Yox, müəllim. Ümumi Respublika Ümumilikdə, üzrə. ümumilikdə. Ümumi Respublika üzrə bu İmtahan, şamil bəli, Respublika olunur. üzrə. Bəli, bəli, ümumi Və bu Respublika məsələnin üzrə. özündə də bir müəyyən aydınlıq Bəli, bəli. lazımdır. Çünki o məsələdə də Digər belə şərh bakalavralarda. olunurdu ki, məsələn, ancaq Bakı, Xırdalan və Sumqayıtda olan Yox, yox. namizədlər üçün imtahan olacaq. Bəli, kim kənarda tutaq ki, mən imtahanı vermişəm, məsəl üçün Məsələn, Naxçıvanda digər bölgələrdə bəli. imtahan verənlər üçün. Bəli, onlar üçün də siz imtahana yazıla bilərsiniz istədiyiniz təqdirdə. Halbuki əslində digər bölgələrdə hansısa bir problem Aha. olmamışdı. Amma yenə də biz indi fürsət yaradırıq. Belə deyək də, əlavə bir şans kimi gəlib imtahana yazılıb iştirak edə bilərlər. Və deməli mövzumuzdan əlavə olaraq ilk müzakirələrə keçməzdən əvvəl ilk olaraq hər kəsi narahat edən son günlərdə bir çox bakalavrları narahat edən bu məsələyə toxunduq və bir çox güzəştlərdən də danışıldı, söhbət edildi